Deməli, bu dəfəki dərsimiz halogenlər olacaq. Halogenlərin video izahı. Belə ki, halogenlər nə idi? Halogenlər 7-ci qrupun əsas yarım qrup elementləridir. Yəni ki, A yarım qrup elementləridir və halogenlərə flor, xlor, brom, yod və asetat elementi aid idi. Halogenlər dedik ki, neçənci 7-ci qrupda yerləşirdilər. Flor, bunlar ümumilikdə halogen sözünün mənası duz doğuran deməkdir və hər birinin də ayrıca mənası var. Belə ki, flora axıcı deyilir. Sonra xlora öz rənginə uyğun mənası var ki, sarımtıl yaşıl deyilir. Broma üfunətli deyilir. Yoda isə bənövşəyi. Bənövşəyi onun öz rənginin adı da, ləqəbi də belə deyək. Broma öz rəngindən götürülmüşdür. Sonra bunlar hər biri dedik ki, 7-ci qrupun əsas yarım qrup elementləridir və qruplar üzrə yuxarıdan aşağıya doğru flor, xlor, brom, yod və asetat istiqamətində düzülmüşdür. Hər birinin əlbəttə ki, sıra nömrələri arasında 8 dənə sıra nömrəsi fərqi olacaqdır. Flor misal üçün 9-cu element isə xlor ondan sonraki 8 dənə element sonra eləyəcək 17-ci element sıra nömrəsi. Sonra xlor daha çox burada xlorun bizə nisbat hissəsi lazım olur ki, xlor 35,5-dir. Məsələlərdə çünki ən çox istifadə olunan odur. Valent elektronlarının sayı qrupun nömrəsinə uyğun olacaq. 7-ci qrupda yerləşirlər deyə valent elektronları da 7 olacaq. Valentlikləri flor 1 valentli idi, xlor, brom, yod isə 1, 3, 5, 7 valentli göstərir. Amma ki, metallarla birləşəndə deməli 1 valentli olurdular. Hər biri xlor da, brom da, yod da hər biri 1 valentli olacaq metallarla birləşən zaman. Bəli, sonra bunlar belə deyək, həyəcanlanmasına görə bunların həm valentliyi dediyim kimi 1, 3, 5, 7 olaraq dəyişirdi. Oxşaşma dərəcəsi də -1, -1, -3, -5 və -7. Yəni ki, valentliyinə uyğun oxşaşma dərəcəsi göstərəcəklər. Bir dənə valentliyinə uyğun oxşaşma dərəcəsi göstərməyən element burada flor olacaq ki, onun da D yarım səviyyəsində yoxdur deyə və yaxud da D yarım səviyyəsində boş elektronlu orbitalları yoxdur deyə nə olacaq? Həyəcanlanma baş tutmayacaq. Yəni ki, bizə həyəcanlanma üçün 2 şərt lazım idi. Bir, cüt elektronlu orbital, bir də ki, boş, deməli, boş nəyimiz lazım idi bizə? Boş orbitalımız lazım idi bizə. Burada da olmadığına görə, hansı ki, florda da boş D yarım səviyyəsi olmadığına görə həyəcanlanma baş tutmayacaqdır. Bəli, sonra təbiətdə yayılması. Bunlar təbiətdə halogenlər ümumilikdə hamısı birləşmələr şəklində yayılmışdır. Yəni ki, sərbəst halda halogenlərə rast gəlmək olmur. Yalnız birləşmələr halında olur ki, halogenlər birləşmələri də parçalayaraq və yaxud da reaksiya, digər maddələrlə reaksiya apararaq ala bilirik. Birləşmələr bəs hansı birləşmələrin şəklində rast gəlir təbiətdə deyilsə, bu zaman deyirik ki, birinci olaraq natrium xlor. Bu xörək duzunun formu oldu. Görürsünüz, xörək duzunun formunun içərisində daxilində nə var? Xlor var. Sonra kalium xlor varımızda. Bunun adı silvindir. Natr xlor vurulsun, kalium xlor var. Natr xlor vurulsun, kalium xlor. Bunun adı silvinitdir. Bu qədər. Sonra kalsium flor 2 var. Floritdir. Sonra birləşmə var deməli. Kalsium 5, PO4, 3 vurulsun, flor 2. Bu fluoroapatit deyirik buna. Fluoroapatit deyirik. Bu tərkibdə də nə var? Florlu birləşməmiz vardır. Sonra gəlsək bunların alınmasına. Alınmasına nəzər yetirsək, sonra isə fiziki xassələrə baxarıq. Alınması deyəndə ilk öncə həmin bu halogenlərin flor, xlor, brom, yod fərq etməz. Hər birinin manqan O2-nin üzərinə həmin halogenlərin turşularını, misal üçün H-xlor götürsək, H-xlor, H-brom, H-flor fərqi yoxdur. Manqan O2-nin üzərinə H-xlor gələndə nə alınacaq? Alınacaq deməli manqan xlor 2 plus manqan xlor 2 plus xlor 2 qazı alacaq. Mənə də bu xlor 2-ni almaq lazım idi. Plus da su alacağım. Su alınacaqdır. Sonra kalium manqan O4-ün üzərinə. Kalium manqan O4-ün üzərinə də fərq etməz. Hər hansısa bir kalium manqan O4, hər hansısa bir halogenin hidrogen ilə birləşməsini. Yəni ki, hidrogen halogenid. Bu dəfə götürək H-floru götürək. Hidrogen florid gələndə alınacaq kalium flor, üzərinə gəlsin manqan flor 2, üzərinə gəlsin flor 2 plus su əmələ gələcək. H2O. Burada da fərqi yoxdur. Flor da ola bilər, xlor da, brom da, yod da. Eyni ilə burada da flor, xlor, brom, yod. Həm də burada nə olacaq? Misal üçün burada götürmüşəmsə brom, H-brom, burada alınacaq nə? Brom 2. Heç fərqi yoxdur. Yəni ki, bu reaksiyalar üzrə. Sonra kalium xlor O3 var. Kalium xlor O3. Kalium xloru O3-ün üzərinə H-xlor gəlsək.
Kalium xlor üçün üzərinə H xlor gəlsə, yenə də alaram kalium xlor plus xlor 2 plus su alınacaq H2O. Digər halogenitləri də yerinə yazına bilərik. Sonra yodu bas. Yodu necə alarıq? Yodu da ferium xlor üçün üzərinə gəlsək, deməli H yod. Ferium xlor üçün üzərinə H yod gəlsək. Nə alarıq? Burada yenə də alınacaq ferium xlor 2 plus xlor 2 plus H xlor da ala bilərik. Burada yod bizə almaq istəyiriksə, əgər yod almaq istəyiriksə, onda ferium xlor 2 yod 2 plus hidrogen xlorid turşusu alarıq. Xlorid turşusu alarıq. Fluoridləri necə alırıq? Fluoridləri yalnız sənayedə yalnız fluoridləri ərintilərin elektrolizini ala bilərik biz. Misal üçün, kalium floru ərintinin elektroliz eləyəndə kalium plus flor 2, kalsium flor 2-nin ərintisinin elektroliz eləyəndə kalsium plus flor 2, magnezium floridi elektroliz eləyəndə yenə də magnezium plus flor 2 alırıq. Nəyə görə? Çünki aktiv ərintilərin elektroliz eləyəndə ərintilər tərkib hissəsinə parçalanır. Misal üçün, götürək. Ferium xlor 2. Ərintisini elektroliz eləyəndə ferium metalına plus xlor 2-yə alınacaq. Tərkib hissəsinə bölünəcək. Feriumə plus xlor 2-yə. Elektroliz mövzusunu təzəlicə keçmişik biz. Sonra burada sənayədə başqa hansı yolla ala bilərik? Bu yuxarıdakı dediklərimiz 1, 2, 3-cü, 4-cü reaksiyalarımız. 3-cü və 4-cü reaksiyamız laboratoriyada alınma yolları idi. Laboratoriyada alınma yolları. Laboratoriyada alınma yollarına bir də ki, kalium bixromatdan da, yəni ki, kalium 2, xrom 2, O7-nin də üzərinə H xlor, H flor, H brom gələrək, yenə kalium xlor, xrom xlor 3, xlor 2 və su. Eynən hansı tipdə? Baxın, bu tipdə reaksiya gedəcək. Bəli, sonra dedik ki, sənayədə başqa yol digər deməli, həm ərintilərin, bir də suda məhlulların elektrolizi ilə xlor ala bilərik. Natrium xloru misal üçün elektroliz eləyək. Kalium xloru eləyək elektroliz. Kalium xlorun ərintisini elektroliz eləyəndə kalium plus xlor 2. Kalium xlorun suda məhlulunu elektroliz eləyəndə nə olacaqdır? Aktiv metaldır. Əvəzinə su elektroliza uğrayıb H2 əmələ gətirəcək. H2 qazı üzərinə gəlinsin. Xlor 2 oksigensizdir. Elə özü əmələ gələcək xlor 2. Bir üstə kalium metal elektroliza uğramadı. Burada da bir dənə OH-ım qaldı. Olacaq kalium OH. Kalium OH əmələ gələcək. Xlor 2-ni aldım. Sonra bir də ki, aktiv olan hidrogen halogenid özündən pasiv olanı duzundan sıxışdırıb çıxarda bilir. Misal üçün, götürsəm ki, mən natrium, brom, bromdan əvvəl gələn flor idi. Flor və xlor. Flor və xlor həmin bu natrium bromdan bromu sıxışdırıb çıxardacaq. Üzərinə gəlsən xlor 2 gəlsəm, alınacaq. Natrium xlor plus brom 2. Sonra fiziki xassələrinə gəlsək bunların, fiziki xassələrinə. Burada rənglərini qeyd etmişdim. Baxın, bu şəkili onun üçün qoymuşam ki, göz yaddaşınızdan yadında qalsa. Flor, deməli, açıq sarı rəngdədir. Gördüyünüz kimi, xlor yaşımtıl sarı rəngdədir və ya da sarımtıl yaşıl rəngdə. Daha çox beləliklə sarıya çalan da, amma yaşıl rəngdədir. Sarımtıl yaşıl rəngdədir. Brom, flor həm də qaz halındadır, xlor da qaz halındadır. Brom maye halındadır, maye halında. Yod isə bərk halda olur. Bromun rəngi deməli qırmızı qonur rəngi olacaq, qırmızı qonur rəngi olacaq. Qırmızı ilə qonurun qarışığı. Yod isə olacaq qara bənövşəyi rəngdə. Qara və bənövşəyi rəngin qarışmasından əmələ gələcək bərk rəngdə nə? Yod. Bu evdə olan maye halda olan yod bizi çaşdırmasın, çünki həmin o yod spirtin yoduna məhlul formasıdır. Spirtdə həll olmuş yodun məhlul şəklidir. Evdə istifadə edilir. Ona da görə evdə istifadə etdiyimiz yod maye halındadır ki, onun tərkibində nə var? Spirt var. Spirtlə qarışılıb. Amma burada adi yod isə bərk halda olur. Yod nə idi? Yod sublimasiya edən maddələrdən biri idi. Sublimasiya hadisəsi nə idi? Maddənin bərk halına, maye halına keçmədən qaz halına keçməsi. Yod sublimasiya edən bərk maddədir. Sonra flor, xlor, brom hər üçü zəhərlidirlər. Sonra dedik ki, yod deməli sublimasiya edirdi. Xloru flor deməli çətin mayeləşirdi. Sonra xlor isə asan mayeləşirdi. Hər ikisi boğucu iyili qaz idilər, flor və xlor. Brom buxarı zəhərli idi. Buxarı zəhərli, boğucu iyilidir. Yod isə deməli qızdırıldıqda dediyimiz kimi sublimasiya edirdi. Bərk halından keçirdi qaz halına yod. Bu da belə. Ondan sonra biz deyək ki, bunlara flor, xlor, brom, yod. Dövr sistem cədvəlində necə düzülüb? Yuxarıdan aşağıya flor, xlor, brom,
və yod. Yod plus da asetat da deyə bilərik, hətta asetat. Asetat. Bunlar dövrü sistem cədvəlində yuxarıdan aşağıya düzülmüşdür. Yuxarıdan aşağıda nə azalırdı? Radius artacaq bu istiqamətdə. Oksidləşdiricilik azalacaq, reduksidicilik artacaq, elektron vermə qabiliyyəti artacaq, elektron almaq, yəni ki, oksidləşdiricilik azalacaq, iyonlaşma enerjisi azalacaq, elektromənfilik azalacaq. Ən güclü elektromənfi element hansı idi? Flor idi. Onun elektromənfiliyi 4 idi. Ən güclü 4 isə deməli bundan aşağıdakılar nədir? Elektromənfiliyi azdır. Ona görə də yuxarıdan aşağı elektromənfilik də azalır. İyonlaşma da, elektrona hərslik də. Hər üçü bunlar azalacaqdır. Sonra bəs flor, xlor, brom, yod istiqamətində nə artacaq? Sıxlığı artacaq. Bir də ərimə qaynama temperaturu artacaqdır. Sonra keçək bunların kimyəvi xassələrinə. Kimyəvi xassələri. Flor deməli, flordur, xlordur, bromdur, yoddur. Bunlar əksər metallar və qeyri-metallar ilə reaksiya daxil olar. Misal üçün, florun reaksiyası alüminium ilə reaksiyasını götürsək, alüminium birləşmə reaksiyası olacaq. Alüminium, flor 3 olacaqdır. Aktiv metallar ilə bunlar adi şəraitdə reaksiya daxil olar. Natriumla da götürə bilərik ki, florun reaksiyasının natrium, flor alınacaq. Natrium, flor alınacaqdır reaksiyada. Feurium 2 və 3 valentlisini götürəndə bir dəfə 2 valentli, bir dəfə 3 valentli. Xromda da eynən 2 və 3 valentli götürə bilirik. Sonra sinkin bromla reaksiyası sink brom 2, sinkin xlorla reaksiyası sink xlor 2. Bəs bu flor, xlor, brom, yod nə ilə reaksiya girmirdi? Flor reaksiya girməyəcək. Nə ilə? Oksigen və azot ilə. Flor, xlor reaksiya girməyəcək. Həm oksigen, həm azot belə də yadda saxlayın, həm də karbon ilə. Xlorla birlikdə brom da eyni ilə. Flor oksigen azot ilə, bromla xlor və brom oksigen azot karbon, yod isə həm oksigen, həm azot, həm karbon, həm də kükürt ilə reaksiya girməyəcək. Belə sıra ilə əzbərləməyə çalışın. Silisiumun misal üçün florla reaksiyası silisium flor 4 alınacaq. Karbonun flor reaksiyasından karbon flor 4 alınacaq. Sonra götürsək fosforun xlor ilə reaksiyasını bir dəfə alınacaq P xlor 3, normal götürəndə, artıq götürəndə isə alınacaq P plus xlor 2, xlor 2 özdə alınacaq P xlor 5 alınacaq. Burada nəyi? Xloru az və yaxud da çox götürməyimizdən asılıdır. Az və yaxud da çox götürməyimizdən asılıdır. Sonra flor dedik ki, çətin mayeləşirdi. Ona görə də florun su ilə reaksiyasında turşu əmələ gələcək. H flor plus O2. Flor çətin mayeləşənirdi. Flor plus H2 alınacaq H flor, hidrogen florid turşusu plus oksigen qazı alınacaq. Bu eksotermik reaksiyasıdır və güclü istilik ayrılır bu zaman. Sonra xlorla brom isə deməli su ilə reaksiyasından 2 ədəd turşu əmələ gələcəkdir. Hər ikisində də. Bunda H xlor plus H xlor O. Burada isə H brom plus H brom və oksigen alınacaqdır. 2 ədəd turşu əmələ gəlir. Biri oksigenli, biri isə oksigensiz turşu. Sonra həmin aldığımız bu H xlor O deməli çox zəif turşu olduğuna görə parçalanır. Nəyə parçalanacaq? Həm hidrogen xloridə, bir də ki boş oksigenə parçalanacaq. Bu boş oksigendən də nə olacaq? Ağardıcı kimi istifadə olunur. Dezinfeksiya edici ağardıcı kimi istifadə edilir. Sonra deməli yod suyu ilə reaksiya girməyəcək deyirdik. Xloru dedik, brom dedik, floru da dedik. Ondan sonra bunların qələvlərlə reaksiyası var. Kalium OH-ın xlor ilə reaksiyasından adi şəraitdə reaksiya gedərsə alınacaq kalium xlor. Üzərinə gəlsin kalium xlor O plus su alınacaq H2O. Buna Javel suyu deyilir. Javel suyu. Amma kalium OH-ın xlor 2 ilə temperaturda getsə reaksiyasına kalium xlor üzərinə gəlsin kalium xlor O3. Bunları əzbərləmək lazım. Plus su H2O. Buna alınacaq. Bu üstəki birinci olan Javel suyu idi. İkinci amma nə olacaq? Bu ikinci olacaq bizim deməli xlorlu əhəngimiz olacaq və yaxud da ağardıcı əhəng. Daha doğrusu ağardıcı. Bu Javel suyudur. Birinci Javel suyu deyirik buna. İkinciyə ağardıcı deyirik. Üçüncü isə kalsium OH2 var idi. Bizim nəyimiz idi? Bu kalsium mövzusunda öyrənəcək. Bu deməli sönmüş əhəngdir. Sönməmiş əhəng kalsium O-dur. Bunun üzərinə su gələndə, H2O gələndə
alırıq sönmüş əhəng. Sönmüş əhənginlə xlor 2 ilə adi şəraitli reaksiyasına alacağım kalsium xlor 2. Üzərinə gəlsin kalsium xlor O 2 ədəd plus su. Bunlar üçü birlikdə verəcək bizə nəyə? Xlorlu əhəngi və yaxud da ağardıcı əhəng də deyirlər ona. Bəli. Və bir də ki, həmin bu kalium OH plus xlor 2 tərkibində Jave suyu, onun yəni ki, ağardıcı xassə verən ona kalium xlor O-nun parçalanaraq kalium xlora və atomar oksigenə parçalanması və atomar oksigenin də ağardıcı xassə özlüyündə daşımasına səbəb olur. Və bir də sizə bunu deyim ki, həmin bu flor, xlor, brom, yod. Bunu əzbər bilək. Bundan testlərə düşür çünki. Flor, xlor, brom, yod. Ən aktivi flor olduğu üçün ən aktivi flor. Flor birləşmələrdə olan xloru, bromu və yodu sıxışdırıb çıxarda bilir. Misal üçün, flor 2 üzərinə gəlinsin, kalium nəyi? Xloru götürürəm. Kalium, xlor. Baxın, flor, xlordan aktivdir deyə. Flor birinci gələk. Flor həm xloru, həm bromu, həm də yodu birləşmədən sıxışdırıb çıxarda nə eləyəcək? Biləcək. Alınacaq nə? Götürəcək özünə kaliumu, kalium, flor, üzərinə gələcək xlor 2. İndi bəs xlor nəyləri sıxışdırıb çıxarda bilər? Xlor bromu da yodu da sıxışdıra bilər. Brom nəyi çıxarda bilər? Brom yalnız yodu çıxarda bilər. Gəl baxaq. Misal üçün götürək kalium, yodid. Üzərinə gəlinsin brom 2. Yod isə heç birini sıxışdırıb çıxarda bilmir. Çünki ən pasivi odur yod bunların içərisində. Brom yoddan aktivdir deyə yodu çıxarda bilər kalium yodiddən. Alınacaq kalium, brom. Üzərinə gəlinsin yod 2. Deməli, ən aktiv flordur ki, flor, xloru da, bromu da, yodu da çıxarda bilir. Xlor, brom və yodu çıxardır. Brom isə yalnız yodu çıxarda bilir birləşmələrdən. Sonra bunların əlbəttə ki, biz hər bir elementin öz tətbiqini də öyrənirdik. Florun tətbiqində desək ki, üzvü maddələrin alınmasında, bir də ki, diş pastalarının tərkibində olurdu bu flor. Sonra xlordan daha çox ağardıcıların hazırlanmasında, xlorid turşusundan ağardıcıların tərkibində olmasında, netin tərkibində olmasında, sonra parça kağızların dedik ki, ağardılmasında, ağardıcı əhəngin, jave suyunun və yaxud da xlorlu əhəngin alınmasında istifadə olundu bu xlordan. Sonra bromdan fotoqrafiyada istifadə olunur. Bir də ki, sinir sistemi sakitləşdirən dərmanlar hazırlayırlar bromdan. Yoddan da ki, xörək duzunun yodlaşdırılmasında, sonra zob xəstəliklərinin müalicəsində istifadə olunur. Bir də tibbdə də ki, buna dezinfeksiya kimi istifadə olunur da yoddan, bildiyimiz, evdə istifadə edədiyimiz yoddan. Bəli, bu da oldu sizin dərsiniz.